Ağzımızın çörəyə çatan vaxtı idi. Təzə başlamışdıq ayaq üstə durmağa. Evin böyük oğlu olmaq bilirsiniz nə deməkdir? Anama oğul olmuşdum, qardaş olmuşdum, dost olmuşdum həm də. Xırda-xırda başladı ağrıları, adi ayaq ağrısı kimi. Sonra elə ayaqlarını üzdü dünyadan anamın. Heç kim bilmirdi harda olduğumu. Onda anamın ağrıyan ayaqlarına sarılıb yatırdım hər gecə. Sevdiyimi də unutmuşdum. Yazıq qız, anamın sağalmağını gözləyir hələ də. Elə bil gözü var idi ağrıların, ancaq axşam düşən kimi başlayardılar. Bir dəfə yuxuda gördüm ki, anam ölüb. Durub anama danışdım, ağladı. Dedilər ki, ömrü uzun olacaq. Amma sonradan bildim səhərə yaxın yuxuların doğru olduğunu. Dünyanın ən çətin gözləntisi analiz cavabını gözləməkdir. Özü də ananın. O gün 3 gün yatmadım, əllərimi qaldırıb yerimin içində dua etdim Allaha. Dua etdim ki, nə xəstəlik olur olsun, bircə xərçəng olmasın. Amma gəldi, xərçəng oldu. Ağladım, qızarmış gözlərimlə girdim otağa. Anam üzümə baxıb güldü. Niyə ağlayırsan? Nəsə var, mənə demirsən. Dondum və elə hönkürdüm. Vallahi heç nəyin yoxdur. Sadəcə qanına mikrob düşüb, sağalacaqsan. Sarılıb ana-bala hönkürdük. Elə bilirdi ayrılacağımızı. Sonra nə istədiyini soruşdum. Armud istədi. Bacım armud doğradı. Hərəmiz 1-2 dilim yedik. Ta səhərsi nə oldu bildiniz yəqin. Hələ də çiynimdədir tabutun ağırlığı. O qədər ağır idi ki, elə bil dünyanın dərdi sərini aparırdı özü ilə. İndi oturub qollarımda qəbrə qoyub getdiyim anam üçün darıxıram o gündən.